ümumiyyətlə İsrail ilə İran arasında kısa müddətdə olub sonra bitmiş bu müharibə dalğası, bu münaqişə hardasa müharibədən sonra bir donmuş bir münaqişəyə də bənzəyir. Və biz bilirik ki, təcrübədən də görünür ki, donmuş bir münaqişə sonradan onun yeni bir fazasının başlanması da gözlənilə bilir. Xüsusən də müharibələr əgər tərəflərin hansısa bir möhkəm əsaslara bağlanan sülh sazişi ilə tamamlanmayıbsa, xüsusən baş verən müharibə sonraki mərhələdə tərəflərin arasında iqtisadi və sosial zəmində münasibətlərin yaxşılaşmasına doğru hansısa məsələlərin reallaşması ilə yadda qalmayıbsa, bu zaman demək olar ki, bu müharibənin yenidən səslənməsi ehtimalları hardasa real görsənə bilər. Bilirsiniz, indiyə qədər bu hadisə biz görürdük ki, İsraildən olan bu açıqlama deməli, İsrail siyasi dairələrindən səslənirdi. Amma bugün bu həm də Masadın rəhbərliyi tərəfindən səslənilməsi onu göstərir ki, məsələ bir qədər ciddidir və İsrailin bu istiqamətdə məsələlərə yanaşması yalnız taktiki məsələlər deyil. Bunlar artıq strateji bir məsələlərdir. Və təbii ki, belə olan halda bu strateji məsələlərin ardınca hansısa bir yeni qarşıdurmanın, İran-İsrail qarşıdurmasının yeni bir fazasının başlanması da gözlənilə biləndir. Ümumiyyətlə, gərginliklər, qarşıdurmalar, bu ziddiyyətli məqamlar fonunda bunun təbii ki, öz təbii nəzəri mərhələləri var. Bu mərhələlərin əgər biz nəzəri cəhətdən hər iki dövlət arasında qısa müddətli davam etmiş müharibəni siyasi nəzəri baxımından araşdırsaq, o zaman görərik ki, burada prosesin gedişində hansısa məqamlar var ki, o məqamlar hardasa addımlanmamışdır, yəni yerinə yetirilməmiş kimi qalır, boşluq kimi qalır. O boşluqlar tərəflər arasında olan gedən məsələlərdə olan müharibədən əvvəlki vəziyyətin, deməli, müharibənin ümumiyyətlə getdiyi ərəfənin özünün yaratdığı, deməli, ziddiyyətləri aradan qaldırmaqda tərəflərin öz mövqələrindən müəyyən dərəcədə geri çəkilməsi məsələləridir. Biz gördük ki, ideoloji cəhətdən həm İsrail, həm də İran özünü bu müharibədə, yəni sonunda qalib kimi cəmiyyətə təqdim etdilər hər iki dövlət və bu baxımdan hər iki tərəfin, deməli, burada artıq bu onu göstərdi ki, hər iki tərəfin, deməli, mövqələri hardasa müharibənin yeni fazasının başlanması üçün bitməmişdi. İkinci bir tərəfdən, qeyd etdiyimiz kimi, müharibə təbii ki, qısa müddətdə olmuş olsa da, onun sonra bitməsi və sonradan yekunlaşması istiqamətində sonraki mərhələdə sosial zəmində və digər siyasi, iqtisadi zəmində hansısa münasibətlərin yumşalması istiqamətində müəyyən addımlarla bağlı sazişlər də olmalı idi ki, bunlar gələcək əməkdaşlığı və s. Ancaq biz proseslərin gedişini görürük ki, həm istər Qəzzada gedən proseslərdə tərəflərin bir-birini ittiham ilə bağlı məsələlərdə, eyni zamanda elə hal-hazırda deməli bu nüvə silahı ilə bağlı olan məsələlərdə gedən proseslərin özü də onu göstərir ki, mümkündür ki, hansısa bir mərhələdə bu münasibətlərin yenidən yeni bir dalğa ilə deməli sərtləşməsi və yaxud ya soyuq bir müharibə zəminində, ya bir isti müharibə zəminində, amma bütün hallarda deməli münasibətlərin yeni bir zəmində əvvəlki deməli vəziyyətinə qayıtması gözlənilə biləndir. Çünki qeyd etdiyimiz kimi münaqişə bitdikdən sonra münasibətləri tənzimləyən maddələr elə də güclü əsaslı deyil. İkinci bir tərəfdən deməli hər iki tərəf arasında soyuq müharibə davam etməkdədir. Belə olan tərzdə təbii ki, müharibənin növbəti bir fazaya, münasibətlərin yeni əvvəlki
bir neçə ay əvvəl olan isti müharibə, yəni ki, fazasına keçməsi gözlənilə biləndir.